Elə son 3 gün əvvəl də, hələ deməli, İran vurulmamışdan əvvəl də Sepah Azərbaycana yönəlik həyasız bir iddia elədi. Amma yaxşı ki, Sepaha qalmıyor. Yaxşı ki, Məsud Pezeşkiyan var. O normal, ağıllı, dürüst bir adamdır. Ötən müharibədən sonra da, 12 günlük müharibədən sonra da bir açıqlama verdi ki, qonşular bizi sevmirsə, dövlətlər bizi sevmirsə, bir özümüzə baxaq. Bəli, biz necə Heç də hər şey günahı Amerikada, İsraildə deyil, bizdə də günah var. Onun doğru deyil. İndi bizi bütün qonşuları bombaladı. Bəli. Türkiyə qalıb, Pakistan qalıb, Əfqanistan, bir də Azərbaycan. Ərəb qonşularının hamısını bombaladı. Bəli, Küveyt. Və hamı ilə də düşman oldu. Hətta özünə yaxın olan ölkələri də bombaladı ki, burada Amerika hərbi hissələri var. Yəni bu böyük bir fəlakətdir və İran demək istəyir ki, mən müharibəni yaya bilərəm. Bu mesajı verir. Mən əminəm ki, Azərbaycan dövləti önləyici tədbirlər alıbdır və görünən də budur, sizin açıqlamadan da görünən budur ki, Azərbaycan hələ müharibə başlamamışdan əvvəl ard-arda bu bəyanatları verir. Sonra İran rəhbərliyi, İran nazirləri gəldi. Azərbaycanla Prezident İlham Əliyevlə, Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşdülər və olduqca ilimli bir etimad mühiti yaratdılar. Xamneyinin ölməyindən dərhal sonra da Azərbaycan prezidenti məhz Məsud Pezeşkiyana istiqamətlənmiş, prezidentə istiqamətlənmiş bu deməli bu faktla bağlı başsağlığı verdi İran xalqına, İran dövlətinə və s. Yəni bunlar onu göstərir ki, Azərbaycan dövləti mövcud reallığı nəzərə alır. Biz İsraillə, Amerika ilə yaxınıq, müttəfiqik, amma İranla da qonşuyuq və orada milyonlarla Azərbaycanlı yaşayır və fəaliyyət göstərirlər. Bombalar onlara da yağır. Məsələn, Tehrana yağan bomba, Tehranda 6 milyondan çox Azərbaycanlı yaşayır. Heç şübhəsiz ki, onlara da toxunur. Tehran məktəbi vurdular. 200-ə yaxın, 180 qız məktəbini vurdular. Gəncəcik qızlar orada həlak oldu, öldülər. Heç şübhəsiz içərisində Azərbaycanlılar da vardır. Yəni Tehranın yarısından çoxu Azərbaycanlıdır. Dünyada Tehrandan başqa ikinci böyük şəhər yoxdur ki, o boyda Azərbaycanlı yaşasın. Sonra Bakı gəlir, sonra Təbriz gəlir və s. Bu baxımdan əlbəttə ki, biz narahatıq. Təkcə bu Azərbaycan üçün yox. Biz Güney Azərbaycan üçün də narahatıq və bu Azərbaycan həm də Güneyin məsuliyyətini daşıyır. Azərbaycan prezidenti yeni il açıqlamasında o fikri də irəli sürmüşdür ki, biz dünyadakı bütün Azərbaycanlıların hüquqlarını qorumaq öhdəliyi daşıyırıq. Bunu biz başa düşürük. O cümlədən də əgər İranda qarğaşı olarsa, indi hamı sərhədləri bağlayıb, biz də öncədən bağlamışıq və mən bir daha bütün məsuliyyətimlə və bütün məlumatımla deyirəm, illərdə Azərbaycan sərhədlərinin qapalı qalmasının əsas səbəbi qlobal müharibə təhdididir. Həm Rusiyadan müharibənin sıçraması və demək, xaotik bir vəziyyətin yaranması senarisi üçün, həm də İranın cəlb olunacağı müharibə, biz öncədən Azərbaycan dövlətində görünür ki, məlumat olub. Yəni bizdə də var, nə qədər demişdik. Yanvar ayında məsələn gəmiləri Trump yığanda kömək gələcək, yoldadır deyəndə biz studiyadan mən dedim ki, o gəmilər boşuna gəlmir. Boşuna gəlmir, o boşuna dayanmır. O qədər vəsait, o qədər hərbi qüvvə, 60 minin üzərində Amerikalı əsgər boşuna o regionda deyil. Bunlar olacaqdır. Yəni xaos olacağı və nizamsız vəziyyət olacağı təqdirdə biz Güney Azərbaycanı necə xilas eləməli və orada necə sabitlik yaratmaq haqqında düşünməliyik. 1945-ci il variantı yenidən təkrar oluna bilər. Azərbaycan xalqı və dövləti mən əminəm ki, hər şeyə hazır olmalıdır. Kim maraqlanırsa mən nə demək istəyirəm? 1945 pişəvəri hərəkatı yazsın. Orada başa düşəcək ki, mən nə demək istəyirəm və bununla bağlı da bu studiyada mən dəfələrlə hələ bir il əvvəl, il yarım əvvəl danışmışam. Azərbaycan da təbii ki, narahatdır. Sərhədlər ona görə bağlanıb ki, yanı başımızda iki böyük qonşumuzda qlobal müharibə ki, dünya müharibəsinin ayrı-ayrı hissələri, fraqmentləri bizim sağımızda, solumuzda gedir. İndiki sabit, sakit vəziyyət Azərbaycan dövlətinin uğurlu xarici siyasəti və uğurlu, doğru, praqmatik münasibətlər qurması nəticəsində ortaya çıxıb. Məsələn, ərəb ölkələri bunu İranla qura bilmədilər.
bu etimad mühitini yarada bilmədi. Amma Azərbaycan bu etimad mühitini yaratdı və İran əmindir ki, bizdən ona nankorluq, qonşu nankorluğu gəlməz. Baxmayaraq ki, illərlə İrandan bizə qonşu nankorluğu gəlir. Hər zaman Ermənistanın yanında olub, amma biz indiki prosesi də doğru saymırıq.